haqdan gələn ayətlər səbəbi ilə iman gətirənlərin qəlbinin yumuşalması vaxtı gəlib çatmadı mı? İbn Məsud deyir ki, biz 4 ildir İslam'a girmişdik. Allah 4 ildən sonra bu ayənin nazil bizi qınadı. Sahabələri qınayıb bu ayətlə deyir. Ələm yə'nənillezin əmənu ən təxşə qulubuhum li zikrillah və mə nəzələ minəl haqq. Allahın zikri ilə, haqdan nazil olan ayətlər səbəbi ilə iman gətirənlərin qəlbinin yumuşalması, Allahdan qorxması vaxtı gəlib çatmadı mı? Deyir ki, kitab əhli kimi olmayın. Və lə təkunu kəlləzinə otul kitab fətali aleyhimul əməd. Deyir ki, onların arzu istəkləri uzanır. Bunu edəcəm, onu edəcəm, bunu edəcəm, arzu istəklər uzanır. Arzular buradadır, insanın ömrü buradadır. Qalıb neçə illər, insan ölür. Nələr deyir? Baxırsan, insandır, ər-arvaddır, özünə 2 mərtəbəli ev tikib, hər mərtəbədə 6 otaq var, 5 otaq var. Yəni kim qalacaq orada? Fikirləşmir, kim yaşayacaq?